Beynəlxalq radioda yeni layihə. Şuşanın səsi. Qarabağın tacı, nadir memarlıq incisi, mədəniyyət beşiyimiz Şuşa. Pənahəli xan Cavanşirin əsasını qoyduğu şəhər qala. Təkrarsız gözəlliyə malik olan əfsanəvi diyar, şöhrəti sərhədlər aşan qəhrəmanlar, sərkərdələr, ədiblər, şairlər, bəstəkarlar, xanəndələr yetirib. Hər yayçənin yaylağına uçub gələn azad quşam, nə gözəlsən mənim Şuşa, cəmalına vurulmuşam. Ulu öndərimiz Heydər Əliyev deyib, Şuşa təkcə Şuşalılar üçün yox, bütün Azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir. Şuşa Azərbaycanın gözüdür. Hər bir Azərbaycanlı üçün bu iftixar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdi. Şuşanı azad etdi. Bu böyük qələbədir. Bəşərlərimizin, ulu öndərin ruhu şaddır bugün. Gözün aydın olsun Azərbaycan. Gözün aydın olsun dünya Azərbaycanlıları. Nəğməli bayatılı, nağıllı dastanlı Şuşa. Tarixin ayrı-ayrı dönəmlərində əsrarəngiz, göz oxşayan təbiəti Qarabağın başına min bir müsibətlər gətirib. Yadelli işğalçılar bu diyarın sakit həyatını məcrasından çıxarıb, onun yurdsevər insanlarını amansız sınaqlarla üz-üzə qoyublar. Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ deyib nalə çəkən xalqımız zaman-zaman toparlanıb viran qoyulmuş, yağmalanmış yurdunu yenidən dikəldib. Şuşanın dağları deyil dumanlı. Bəli, daha Şuşanın dağlarının başı dumanlı deyil. Artıq həsrətə son qoyulub. Ali Baş Komandanımız, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz 8 noyabr 2020-ci ildə Şuşanı işğaldan azad edib. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Hamımız xatırlayırıq ki, 2022-ci il Şuşa ilə elan edilmişdi. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı mühüm tarixi əhəmiyyət daşıyır. Bu qərar xalqımızın tarixi və mədəni dəyərlərimizə xüsusi diqqətinin göstəricisi oldu. Şuşada bərpa işlərinə start verilib. Prezident İlham Əliyev Şuşa şəhəri mənim tərəfimdən Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verildi. El azaddır, dil azaddır, azad sazlarda tel azaddır. Çəkdiyim şəkili verim yadigar. Baxanda görsünlər bir yanda bahar, bir yanda dağların zirvəsində qar, bir yanda dərədən qalxan duman, çən. Qoy hamı bilsin ki, Şuşalıyam mən. Tarda dilləndirim rastı, mahuru, zümzümə eləyim seygahı, şuru.
Yada düşsün bülbül, Rəşid, xan, həmən. Qoy hamı bilsin ki, Şuşalıyam mən. Səni hər görəndə tanımaq olur aşırsan, dildə bir-bərinə cavanlaşırsan. Xoş gördük əziz dinləyicilər. Mikrofon qarşısında Aybəniz Məmmədəliyevadır. Şuşanın səsi verilişi davam eləyir. İstəkli dinləyicilər, müsahibimiz həmişə olduğu kimi Dövlət İdarəçilik Akademiyasının professoru, Qarabağ İrsinin Araşdırılması Mərkəzinin rəhbəri Elçin Əhmədovdur. Elçin müəllim, xoş gördük. Xoş gördük, əfəndim, sağ olun. Elçin müəllim, bugünkü mövzumuz görkəmli dövlət xadimi Heydər Əliyevin Şuşaya zəngin tarixi abidə kimi qayğısı. Hər kəsə bəllidir ki, görkəmli dövlət xadimi Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri məhz Qarabağda milli ruhun oyadılması olub. Şuşanın zəngin tarixi abidə Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyev hələ 20-ci əsrin 70-ci illərində Şuşa şəhərində Azərbaycan xalqının tarixi abidələrinin qorunmasına xüsusi qayğı göstərilməsi barədə göstəriş vermişdi. Elçin müəllim, bu göstərişlər nədən ibarət idi? Bəli, ümumi lider Heydər Əliyev Şuşada aparılan o zamanki dövrdə tikinti quruculuq işləri ilə yaxından maraqlanmış və Azərbaycan poeziyasının klassiklərindən ictimai xadim, Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin, eləcə də görkəmli şairə, eləcə də ictimai xadim Xan qızı Xurşudvan Natavanın yaşayıb yaratdığı yerlərlə tanış olmuşdur. Eləcə də ümumi liderin bilavasitə təşəbbüsü ilə həmin dövrdə və onun rəhbərliyi ilə Şuşa şəhərinin inkişafına çox böyük diqqət yetirilmiş və həmin dövrdə bu məqsədlə 1970-ci illərin ikinci yarısından söhbət gedir. Həmin dövrdə bir neçə xüsusi qərar qəbul edilmişdir. Həmin qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələrinin bərpa edilməsi, çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binaların tikilməsi istiqamətində tapşırıq vermiş və bunlar qısa müddət içərisində icra olunmuşdur. Eyni zamanda Şuşanın statusunu qaldıraraq həmin dövrdə biz bilirik ki, Azərbaycan SSR-nin tərkibində idi və ümumi-ittifaq səviyyəli Kroş şəhərinə çevrilməsi istiqamətində bir neçə qərar verilmişdi və bu qərarların hər biri çox mühüm tarixi əhəmiyyətə malik idi. Həmin dövrdə şəhərdə Azərbaycanlılar üçün yeni iş yerlərinin açılması demək idi, həyat səviyyəsinin yaxşılaşması demək idi və bu baxımdan həmin dövrdə Azərbaycanlıların eyni zamanda milli ruhu da güclənmişdi. Keçmiş SSR-nin müxtəlif yerlərindən həmin dövrdə o Şuşada salınmış sanatoriyalara və turist bazalarına gələn, Şuşaya istirahətə gələnlər eyni zamanda Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti ilə yaxın tanış olurdular. Yəni təkcə bu istirahətdən söhbət getmirdi. Söhbət ondan gedirdi ki, Şuşanın təbliği istiqamətində çox mühüm işlərə bu rəvac vermişdi. Bəli. Həmin illərdə ümumi liderin Şuşaya diqqət və qayğısının artması və quruculuq işlərinin vüsət alması istiqamətində bir mühüm faktı demək çox maraqlı olar. 1920-ci ildə, yəni Sovetləşmənin başlanğıcından ta 1970-ci ilə qədər Şuşada heç vaxt bu səviyyədə quruculuq işləri aparılmamışdı. Hətta bir fakt kimi qeyd etmək olar ki, Şuşa şəhərinin qala divarlarının, yəni indiki Gəncə qapısının bərpasına 1975-ci ildə 25.000 manat rubl vəsait xərclənmişdi. Bu da həmin dövr üçün çox böyük məbləğ idi və bu gün də həmin Gəncə qapısı 19-cu əsrdəki kimi deyil, həmin dövrdə bərpa olunmuş səviyyədə bizim işğaldan azad olunandan sonra da yüksək səviyyədə bərpası davam etdirilmiş və Şuşanın simvoluna çevrilmişdir. Şuşa ictimaiyyəti ilə keçirdiyi görüşdə Heydər Əliyev tövsiyə edərək demişdi: Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim tikintiləri bərpa etmək lazımdır. Belə ki, 1980-ci ildə Şuşa Dövlət Memarlıq Qoruğu İdarəsi əməkdaşlarının təşəbbüsü və Şuşa şəhər əhalisinin köməyi ilə Gəncə qapısının mühafizə zonasında xarakterinə görə Azərbaycanda birinci olan açıq muzey təşkil olunmuşdur. Azərbaycanın mədəniyyət, incəsənət və elm xadimlərinin, o cümlədən 19-cu əsrin görkəmli ədibi, satirik şair Qasım bəy Zakirin məzarı qaydaya salındı. Yuxarı Gövhərağa məscidində ən böyük tarixi eksponatı olan Şuşa Tarix Muzeyi fəaliyyətə başlamışdır.
Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycan است. Qarabağ hiya Azərbaycan. Qarabağ et Azərbaycan. Qarabağı Azərbaycaniyə. Qarabağ Azərbaycaniyə. Qarabağ Azərbaycanı. Qarabağ Azərbaycanı. Qarabağ Azərbaycanı. Bugün böyük gururuyla deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Şuşanın səsi verilişi davam edir. Dəngi Şuşa Lefirəyə. Onu da qeyd etmək vacibdir ki, 1976-cı il noyabr ayının 4-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi ümummilli lider Heydər Əliyev Şuşa şəhərində kurort kompleksinin daha da inkişaf etdirmək tədbirləri haqqında qərar imzalamışdı. Həmçinin onu da xatırlayaq ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Şuşa şəhərinin tarixi hissəsini tarix memarlıq qoruğu elan etmək haqqında qərar qəbul edilmişdi. Bu qərarın da şübhəsiz ki, çox mühüm əhəmiyyəti vardı. Bu verilən qərar o zamanki dövrdə 1977-ci il avqustun 10-da Azərbaycan SSR-nin Nazirlər Sovetinin 280 saylı qərarı var idi və bu qərara əsasən Şuşa şəhəri tarixi memarlıq qoruğu elan edilmişdi. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi, həmçinin onların ev muzeylərinin yaradılması istiqamətində çox mühüm addımlar atılmışdır. Təbii ki, o ev muzeylərinin adını çəkərkən dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin ev muzeyindən söhbət gedir. Eləcə də 1978-ci ildə Azərbaycanın professional vokal sənətinin banisi Bülbülün anadan olduğu və uşaqlıq illərinin keçdiyi evdə Bülbülün ev muzeyinin açılışı olmuşdu. Gönüldə aşiyan etmiş xəyalin, verib can istərəm bəzmi visar. Ay aman, verib can istərəm bəzmi visar. Yaradılması, açılması həmin dövrdə Azərbaycanın mədəniyyətinə verilən çox böyük diqqət və mədəniyyət xadimlərinin fəaliyyətinə, yaradıcılığına, Azərbaycan üçün etdiyi mühüm xidmətlərə çox böyük töhfə kimi qiymətləndirilməlidir. Ermənilərin növbəti vandallığı, növbəti düşmənçiliyi. Polad gəlib, əminəm ki, atasının evini bərpa edəcəkdir. Hüsnün gözəl ayətlərin sevgili canan, olmuş bütün aləmdə sənin şənə şayan. Gəl eylə nəvaziş, gəl eylə nəvaziş, mənə ver bu sələbimdən, çünki gözəlim bu səsidir aşıq efsan. Papağın əlləri dəyib bura, bu ağaca. Atamın yadigarıdır bu. Əziz torpaq, əziz Şuşa. Adam inana bilmir ki, Şuşadayım. Bugünkü hisslər sözlə deyiləsi deyil. Mən xoşbaxtım, mən şadam, mən Allaha dua edirəm ki, necə deyirlər, ölmədim, bugünü gördüm. Mənim də yaşım çoxdur. Ola bilərdi ki, mən bugünü görməyəydim, bu qələbəni görməyəydim. Amma mən xoşbaxt adamam ki, mən Azərbaycan xalqının qələbəsini də gördüm, Azad Şuşanı da gördüm, atamın evinə qayıtdım və bugün mən buradayam. Yenə bu səhər günəş nur yerələr, bir təzə nağıl başlar dünya oyar, ey günəş oyar, əlvan boya, yoxsa bu dəniz uçar, bir zülmət gecə dəniz qaçar, gəl ey səhər, gəl ey səhər.
Çox sağ olun. Bəli, bizim o səhərimiz Sağ gəldi. olun. Zülmət gecə bitdi və biz yenidən Bülbülün Şuşamızdayıq. evi onun oğlunun səsində eşitdi. Bugün Azad Şuşada, azad olmuş Şuşada. Yayınımıza Şuşa'nın sesiyle devam ediyoruz. Şuşayı Zayna. Yatırım Şuşayı Zayna. Gecə Şuşada qaldıq. Səhər saat 9-da çıxmışıq və gedirik. Bir neçə tədbir var. Hava açıqdır, ancaq yenə də buludlar şəhərin üstündədir. Keçən dəfə yanvar ayında gəlmişdik. Natəvan Uzeyir Hacıbəylinin və Bülbülün düşlərini Şuşaya qaytardıq. Türkiyə və Azərbaycanın dövlət başçıları Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəyovun heykəlləri önünə gəldilər. Bildirildi ki, işğal zamanı ermənilər həmin heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər ermənilərdən alınaraq Azərbaycana gətirilib və İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunandan sonra həmin heykəllər Şuşada öz yerlərinə qoyulub. Şuşanın səsi. Şuşa Sədu. Şuşa Sədu efirədir. Amma min təəssüflər olsun ki, işğal illərində erməni vandalları Bülbülün ev muzeyini dağıtmış və 2021-ci ilin avqustunda Bülbülün ev muzeyinin açılışı olub. İndi biz dinləyicilərimizə həmin açılışdan reportajı təqdim edirik. Şuşamız işğaldan azad olunandan sonra Cənab Prezidentimiz, Ali Baş Komandanımız hörmətli İlham Əliyevin ilk ziyarət etdiyi məkanlardan, gəldiyi məkanlardan biri də bax məhz bu məkan oldu. Kadrların yəqin ki izlədi Zefirdə. Bax həmin vaxtı o tövsiyə elədi Bülbülün övladı, hörmətli Polad Bülbüloğluna. Tövsiyə elədi ki, Polada deyərik, ata-baba yurdunu təmir eləyər, oranı bərpa eləyər. O sözdən bir gün sonra Polad müəllim işə başladı və bu gördüyünüz məkanı bax müasir gördüyünüz vəziyyətə gətirdi. Yəni öz vəsait hesabına bu məkanı təmir elədi. Bu məkan 1982-ci ildə Ulu Öndərimiz Heydər Əliyevin sərəncamı ilə və onun göstərişi ilə ev muzeyi olaraq fəaliyyətə başlamışdı. Keçən dövr ərzində, yəni 92-ci ilə qədər 10 il müddətində ev muzeyi kimi bu məkan fəaliyyət göstərdi yüksək səviyyədə. Bu gördüyünüz bina Bülbülün doğulub böyüdüyü binadır. 2 otaqdan ibarətdir. Bülbül 1897-ci ildə bax məhz bu məkanda doğulub. Onlar ailədə 8 nəfər olublar, ata, ana və 6 övladı. Bülbül demək olar ki, bütün gənclik illərini bax bu məkanda yaşayıbdır. Əsl adı Məmmədov Murtuza Məşəd Rızaoğludur. Bülbül adının ona verilməyində bax bu ağacının müstəsna rolu var. Bu ağacın 151 yaşı var. Tut ağacıdır. 1871-ci ildə əkilmiş ağacdır. Bülbül uşaq vaxtı, yəni balaca Murtuza çıxarmış bu ağaca, bülbülləri təqlid edərmiş, bülbül kimi cəhcəh vurarmış. Ona görə xalq arasında balaca Murtuza ilə bülbül kimi tanınıb. Bugünə qədər də bütün dünya ictimaiyyəti, bütün musiqi cəmiyyəti onu bülbül kimi tanıyır. Sarmaşıqda şam qoluna dolansın, güle 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 harcanır, güle 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 güle. Şuşamız bərpa olunur, böyük qayıdış başlayacaq və mən əminəm ki, Şuşamız həmişə Azərbaycan musiqi mədəniyyəti tarixinə, Azərbaycan ədəbiyyatına, Azərbaycan hərb tarixinə, Azərbaycan aktyor, rejissor sənətinə və digər xalçaçılıq sayəsində bir Lətif Kərimov bu torpaqdandır. Çox böyük şəxsiyyətlər bəxş edibdir və o şəxsiyyətlərin yetişməyi üçün mən əminəm ki, Şuşa lazımdır, Şuşa mühiti lazımdır. O baxımdan mən əminəm ki, bu torpaq yenə də dahilər yetişdirəcək. Üzeyir Hacıbəyov, Tarmir Mövsüm Nəvvab, Yusuf Əli Çəmənzəmili, Əbdürrəhim Rəqviyev, Qasım Bəzakir, Xuruşbanu, ondan da öncə olanlar Xançınski, Cabbar Qaryağdıoğlu, Malbəli, Sadıqcan, Bülbülcan, bunlar Şuşadan pərvazlanıblar. Əminəm ki, biz bu torpaqdakı varıq, əbədi yaşayırıq və o saydığım dahilər, bəlkə də ondan da çoxlu sayda insanlar Azərbaycanın bütün sahələrində öz sözlərini deyəcəklər. Əziz dinləyicilər, bugünlük bu qədər. Bizi gözləyin, Şuşanın səsi yenə efirdə olacaq.
olsun.